Salam əziz rus dili sevərlər, mən Fidan Töksoy. Yəni sizinlə bu iki feili müzakirə edək. Prigotовить, подготовить. Bu iki feildə yazılı halda 3 zamanda Telegram səhifəmdə olacaq. Bu cür TikTokdan keçid edib izləyə bilərsiniz. Elanlarda, məsəl üçün YouTube kanalında uzun videolar yükləyəndə linki birbaşa ora atıram, sizə rahat olsun deyə. Deməli, Prigotовить, подготовить. Prigotовить, hazırlamaq. Əgər söhbət yeməkdən gedirsə, daimi olanda готовить deyirik. Məsələn, mən hər gün bişirirəm. Hər gün sözü var, daimilik göstərir. Deməli, mən necə deyəcəm, hansı feildən istifadə edəcəm? Prigotовить olmaz. Çünki o bitmiş zamandır. Ancaq готовить, çünki каждый день sözündən istifadə etdik. Deməli, mən necə deyəcəm ki, mən hər gün bişirirəm. Я каждый день готовлю. Я каждый день готовлю. Я olduğuna görə готовлю. Sonra prigotовить dediyim kimi готовить-in bitmiş zamanıdır. Məsəl üçün ananızdan, kimdənsə soruşursunuz ki, nə bişirmisən? Bişirmisən. Deməli nəsə var, düzdürmü? Və yaxud o ümidlə soruşursunuz. Что приготовил və yaxud приготовила. Burada artıq keçmiş zamanda olduğuna görə baxır kimə müraciət edirsiniz. Kişidir qarşınızda yoxsa qadındır da soruşduğunuz insan. Что приготовил və yaxud приготовила. Tərcüməsi də nə bişirmisən. Bəs подготовить nədir? Подготовить kimisə hazırlamaqdır. Nə mənada hazırlamaqdır? Bu da məcazi mənada bişirməkdir də. Nəyəsə, hansısa bir məlumata hazırlayırsan insan ki, şok olmasın. Hansısa bir baş verəcək hadisəyə öncədən yavaş-yavaş hazırlayırsan. Məsəl üçün və yaxud nə bilim, uşağınız körpədir belə deyim də, həkimə getmədən öncə qorxmasın, qaçmasın filan. Məsəl üçün hazır edirsiniz uşağı. Bu tip cümlələrin hər birində biz подготовить feilini istifadə edirik. Məsəl üçün, ona demədən öncə mən onu hazır etdim. Перед тем, как сказать ему ya da ей, я его ya da ее подготовил ya da подготовила. Demək, kimə dediyimiz, kimin dediyi rus dilində hər biriniz bilirsiniz ki, çox önəmli rol daşıyır. Bax belə, yəni bu tip hansısa feillərin izahını bilmək istəyirsinizsə, mütləq şəkildə şərh bölməsində yazın və video yazacaq. Like etməyi də unutmayın uşaqlar. 1 saniyə vaxtınız gedəcək, ancaq bu da mənim üçün çox xoşdur ki, əməyimə dəyər verənlər var. Yəni pulsuz çalışıram ki, yavaş-yavaş nəsə öyrənəsiniz. Bir dənə like qoymaq, 2 saniyənizi ayırıb, məncə sizin üçün də əziyyət olmaz. Onu da qeyd edim ki, bizim dərslər onlayndır, ancaq fərdi şəkildə keçirilir. Sınaq dərsi olmur. Yox, əgər siz özünüzü bir dərs belə olsa yoxlamaq istəyirsiniz ki, mən nə bilirəm, müəllim necə öyrədir, bir dərsimiz 15 manatdır. Ona görə də aylıq belə deyək də əldə etmək sizə daha çox sərf edir. 5 yaşdan qəbul edirik. Əgər valideynlər, siz planınız var ki, uşağınız gələn il rus sektoruna girirsiniz, rus sektorunda oxusun, bilirsiniz ki, orada imtahan vermək lazımdır, mütləq şəkildə yazılın. Tamamilə əminliklə yazıla bilərsiniz, çünki kursda işləyən bütün müəllimlərin hər biri Rusiya Federasiyasında təhsil alan, orada böyüyən müəllimlərdir. Ən azı müəllimimizin 8 il təcrübəsi var. Yəni 8, 10, 11 illik təcrübəsi olan müəllimlər işləyir. Ona görə də tam rahatlıqla yazıla bilərsiniz.